Hər vaxtınız xeyir olsun tamaşaçılar. Horofun masallı komandaların qarşılaşmasında ikinci hissə başlayır. Komandanın heyətləri ilə bir daha sizi takip edək. Rəmzi 15 masallı komandasına başlayaq. Rəmzi 15, 57, Rəsul 1, İdris 85, Cəfər 30, Rıza 13, Həsən 9, Cəfər 17 nömrə. Uğur Horofun komandasında isə Tamerlan 99, Ağabala 33, Həsən 11, Tuncay 17, Məhəmməd 6, Abbas 66 nömrə. İlk hücum Horofun komandasından. Serbest zərbələ masallı komandasının oyuncuları top oyuna daxil edəcək. Bir nömrə Rəsul irəliyə atdı topu. Burada isə Altrovmu Həsən altdan başlayır. Abbas Tuncay'a türmə. Tuncay'a qarşı burada Çobodlov cərmə zərbəsi təyin olunur. Tuncay özü də cərmə zərbəsini yerinə yetirəcək yəqin ki. Tuncay qapıya birbaşa zərbə vuracaq. Tuncay'ın zərbəsi qapı dirəyinə tuş gəlir. Abbas Tamerlan birbaşa qapıya zərbə. Ağabala Altrovmu Abbas yerinə yetirəcək Horofun komandasında. Tamerlan burada isə Həsən başla zərbə imkanına sahib ola bilmədi. Həsən Tuncay'a ötürmə. Üçüncüdən zərbə dərhal yerinə yetirir. Üçüncüdən zərbəni Horofun komandası Tuncay. Abbas out. Məhəmməd Tamerlan Varda Horofun komandası rəqibə qarşı təzyiq artırıb. Bu da məlum məsələdir. 2-1 hal-hazırda məğlub durumdadır Horofun komandası masallı komandasının qarşısında. Çox agresiv oyun gedir. Abbas içəriyə doğru oturdu Abbas. Qapıya doğru özünə zərbə verdi. Üçüncüdən zərbə. Məhəmməd qapıya doğru əllə bir zərbə vurdu amma top qapının üstündən keçdi.
İrəliyə doğru ötürmə. Məhəmməd burada topu qarşılayır. Tuncay. Tamerlan qapıya doğru ikinci zərbə alacaqmı? Ağabala. Yox, burada. Altı yönetilir Ruhun komandası. Həsən. Həsən topu ələ keçirir. Burada Həsənə qarşı çubuqluq zərbəsi təyin edir hakim. Abbas zərbəsi yerinə yetirəcək. Ruhun komandasında. Yox, Ağabala zərbəsi yerinə yetirəcək. Abbas qapıya doğru zərbə, top qapının yanına keçir. Out. Durov mu? Tamerlan topu kabul edir burada. Abbas, Məhəmməd. Tuncay ötürmə Məhəmməddən. Həsən, Məhəmməd ötürmə. Tamerlan. Qapıya doğru uzaqdan zərbə Tamerlandan. Məhəmməd. Abbas. Məhəmməd. Ağabala. Burada ise Güleş komandanın oyuncuları birbirini yıktılar. Daha doğrusu Masallı komandasını. Sərmə zərbəsi təyin olunur. Ruhun komandasının hesabı bərabərləşdirmək üçün yaxşı bir şansı var. Tamerlan qapıya doğru zərbə vuracaq indi. Tamerlan qapıya doğru zərbə və gol! İki olur hesap. Masallı ve Ruhun komandalarının karşılaşmasında. Tuncay. Tuncay Həsən. Qapıya doğru Həsəndən zərbə. Top qapının yanından keçir. Həsən. Burada kim var? Rəsul. Tamerlan oynuyor. Tamerlan. Ağabala. Tuncay. 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 Tuncay burada. Tuncay'ın karşısını kesirler. Masallı'nın müdafiə xətti. Out yerinə yetirir Ruhun komandası. Burası Abbas qapıya zərbə vurur. Yeniden out. Ruhun. Abbas. Birbaşa qapı xəttinə göndərmək istəyir topu. Həsən topu ələ keçirir Tamerlan. Tamerlan'a zərbə vurmağa imkan yaratmırlar. Abbas ise burada müdafiədə yerindeydi. Yeniden out yerinə yetirir Ruhun komandası. Tamerlan. Burada ise Tamerlan'ı
Tutup rəqib oyuncusu. Outrovnu. Riyad. Riyad. Hasan. Resul. Qapıdadır hal-hazırda. Abbas. Tuncay ötürmə. Tuncay. Tuncay. Xəttin üzəri ilə irəliyə doğru getdi. Tamerlan qapıya zərbə. Əla bir zərbə. Və burada qapçı yaxşı oynayır. Masallı komandasında bir nömrə Rəsul. Çox etibarlı oynayır. Tamerlan. Abbas. Abbas'a karşı Çobucuk hakim onu saklamıştı. Gol qeydə alınmır. Cərmə zərbəsi təyin olunur. Hesab ise 2-2'dir. Abbas Tamerlan'la oynuyor. Tamerlan Nihat. Riyad vaxtında çatdı. Tamerlan Ağabala ötürmə. Ağabaldan Abbas'a ötürmə. Abbas'ı burada yıxırlar. Hakim ise oyunu saxlanır. Tamerlan. Riyad. Tamerlan yaxşı keçir və burada Ağabala ötürmə. Riyaddan qapıya zərbə isə. Qapıya zərbə. Bu dəfə Ağabaladan Rıza çox əla oynayır. Daha doğrusu Resul çox əla oynayır. Masallı komandasında. Burada isə Masallı komandasının cərmə zərbəsi. Vur. Tamerlan. Tamerlan'dan əla ötürmə. Ağabala bu şansı kaçırdı. Biraz geç sattı topa. Nihat. Uğur əla sattı topa. Küydən zərbə. Uğurdan ötürmə. Masallı komandasının eks hücumu. Nihat vaxtında özünü çatdırır. Riyad. Uğur. Tamerlan. Buradan Nihat'a ötürmə çatmır. Burada ise top Masallı komandasından oyunu tərk edir. Abbas. Resul dərhal verir oyunun başlaması için. Resul Riyad'la oynuyor. Riyad. Tamerlan. Abbas. Nihat. Nihat. Nihat özü irəliyir. Burada ise kücdən zərbə. Dərhal yerinə yetirsə də Rofun komandası Riyad. Əla ötürməlidir Riyaddan.
Abbas uzaqdan qapıya zərbə. Abbas'ın uzaqdan qapıya zərbələrindən Rofun komandası bir neçə dəfə hesabda ona keçib, bu dəfə alınmadı. Rəsul dərhal başlayır. Qapı ağzında isə çox təhlükəli manevr edir Rofun komandası oyunçuları. Nihat! Topa çatmadı Nihat. Burada isə out. Masallı komandası. Topu çaldır out Rofun. Nihat. Qapıya doğru aşırma zərbə. Ağbaladan. Outro'nun dərhal başında burada isə cərmə. Cərmə zərbəsi yetirəcək Rofun komandası. Uğur qapıya doğru zərbə indirəcək. Birbaşa zərbə indirəcək çox büyük ihtimal. Uğurdan zərbə top qapının yanından keçir. Oyunun 17-ci dəqiqəsi. Tamerlan hamını çəkdi Tamerlan burada. İşi yekunlaşdırmaq lazımdır. Cərimə zərbəsi təyin olur Masallı komandasının qapısına doğru. Bu cərimə zərbəsini qola çevirmək üçün isə Ağabalanın çox əla şansları var. Yəqin ki, kim vurur zərbəni? Yox, Ağabala vurmur. Uğur yoxsa Riyad? Kim vuracaq cərimə zərbəsini? Ağabala vurur. Qapıya doğru zərbəni. Gol! Rofun komandası istəyinə nail olur. Hesab arasında fərqi artırır. 3-2 olur. Oyunun 18-ci dəqiqəsinin maraqlı bir qarşılaşmanı izləyirik. Tamerlan topu elə keçirir burada Tamerlan və küncdən zərbə qazanır. Yox, sərbəst zərbə ilə hakim düşüncə top Tamerlana dəyib oyundan çıxıb. Ağabala burada topu elə keçirir. Küncdən zərbə. Dərhal yerinə yetirir Rofun komandası. Qapıya doğru zərbə isə Tamerlandan. Abbas topu qarşılayır. Abbasdan uzaqdan qapıya doğru zərbə. Masallı komandasının ən yaxşısı bugünkü oyunda deyə bilərik. Rəsuldur bir nömrə. Qapıda çox yaxşı dayanır. Bu arada isə Riyadın rəqibin qarşısını alması rəqib üçün baha başa gələ bilərdi əgər Uğur topa satsaydı. Uğur topa keçirir. Out. Rofun. Ağabaladan aşırma zərbə qapıya. İkinci aşırma zərbədə Ağabaladan. Hələ ki Ağabala istəyinə nail ola bilməyib. Tamerlan keçdi bütün rəqiblərini Tamerlan. Tamerlanla əla ötürmə Ağabala buzunu qola çevirməlidir mütləq. Bu qol olmalıydı. Uğur. Burada isə top çıxmıyor. Riyaddan gözəl hərəkətlər. Top Rofun komandasındadır. İkinci hissədə Rofun komandası
Masallı komandasına maksimal təzyiq göstərir. Nəticəni görürəsiniz. Burada isə Rəsul yaxşı oynadı. Rəsul burada vaxtında çıxdı. Vaxtında topa daxil elədi və nəticədə komandasını xilas elədi. Riyad. Burada ise çok maraqlı bir situasiya yaşanır. Rofov komandasının oyuncusu tora düşür. Kapı torunda erişim qalıb. İkinci isə bitir. Masallı Rofov komandalarının yoldaşlıq görüşündə hesab 3-2. Uğur Tamerlan Uğur əla vaxtında çatır Uğur. Riyad Outrovman dərhal və gol! Rofun komandasının 99 nömrəsi hesabı artırır. Hesab ise 4-2 olur. Ve bununla da oyun bitir. Rofun ve Masallı komandaların karşılaşmasında hesap 4-2 olarak geçilmiştir. Her iki komandaya növbəti oyunlarda uğurlar arzu edir. Ben bilirik ki her iki komandanın getirmeleri gelecekte büyük futbolcu arzularını yeni etmiş olacak.